şey ağlıma gəldi, sizinlə dedim paylaşım. Mən şagirdlərimə həmişə deyirəm, qızıma da deyirəm, şagirdlərimə də. Deyirəm, bax, qartal da uçur, qarğa da. İkisi də uçur da, ikisinin də qanadları var da. Sən seçəcəksən, ya qartal olacaqsan, ya qarğa. Çünki onlar ikisi də uçsa da, ikisi arasında dağlar qədər fərq var. Qarğa hər yerdə var. Yəni çöplüyə gedir, ora gedir, bura gedir. Qartal isə yüksəklərdədir, təkdir. Onu görəndə neyincik? Aa, qartal, qartal. Yəni elə yaşayacaqsan ki, bu həyatı sən özün seçəcəksən. Ya qarğa olacaqsan, o da uçur, normal yaşayıb gedəcəksən, ya da qartal olacaqsan, lazım gəlsə belirli bir bədəllər də ödəyəcəksən, tək qalacaqsan, yəni yorulacaqsan, amma adın hər zaman zirvələrdə. Yəni o qartalı səni görəndə, ay tanıyırıq, ya da mesela bax biz bu insandan örnek alırıq indi cümlələri, tam insanlar baxır mənə rahat deyə bilmirəm. Maşın bazarındayım, maşın şeyindəyim, nədir o? Burası maşın bazarıdır, yoxsa nə? Hə, maşın bazarındayım. Sözdən sözə necə atladım. Çox ciddi başlamışdım söhbətə, neyse boş verin. Hə, ona görə indi cəmaət mənə baxır. Neyse, ağlıma gəldi, indi qarğaları gördüm. Baxdım ki, qırırlar birbirlərini, dedim bura var. Ağlıma gəldi, yavrularım üçün, gənclərimiz üçün paylaşım dedim. Neyse, bir dənə də bir misal var, o da çox etkiləyicidir, onu da paylaşacağım. Qartalın hekayəsi. Dəhşət bir hekayədir. Çox onu oxuyanda etkilənmişdim. Təsir etmişdi mənə. Sizin üçün də onu deyəcəm. Ona görə siz seçəcəksiniz. Ya qartal olacaqsınız, ya da qarğa. Özünüz neyse. Öpeyim. Cəmaət mənə bax. Mən gedim kofe alım için. Bay bay, goodbye.